Sabahınız xeyirli olsun. Hər səhər əsəb, stres, nervi yeməsək olmur da. Bayaq xəbər oxudum. Tək yalan olsun. Özüm də maraqlanayım, görüm nə qədər düzdür. Deməli, Yevlaxda kanalizasiya quyusuna, elə bir kanalizasiyanın axar bir arxıdır da, yekə bir arxıdır. Eyni evdən bir ilin içində 2 dənə uşaq boğulub tələf olub. 2 uşaq boğulub rəhmətə gedib. Biri 1 yaş 5 aylıq, biri də 1 yaşında 8 aylıq. İndi o ailəni təsəvvür eləmək olmur. İndi nə əziyyət çəkirlər, nə ağrıdadılar, onu demək, o başqa bir məsələ. Onu demək olmaz, ifadə eləmək olmaz. Bu Yevlağın icra başçısı. Adı Anardı, səhv eləmirəmsə. Yevlağın icra başçısı. Dağıtdın evləri, heç kimin pulun vermədin. Evləri dağıtdın, bir kisə siment də vermədin. Cəmaət sələmə, borca, xərcə girdi, özü düzəltdirdi. İndi də bu Yevlağın kanalizasiyaları. Cəmaatın başına dərddir, bəladır.